Cənub Egemen Mərkəzinin idarəsi Bakının Ramınızay. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə intensiv yağışların yağılması nəticəsində Astara rayonunun Ərcivan qəsəbəsində bəzi ərazilərin su basmaya maruz qalması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin yerli xilasetmə qüvvələri, Cənub Regional Mərkəzinin xilasediciləri, kiçik həcmli gəmilərə və Dövlət Suvarı Xilasetmə Xidmətinin xilasediciləri, xüsusi riskli xilasetmə xidmətinin və mülki müdafiə qoşununun əməkdaşları dərhal hadisə yerinə cəlb edilmişdir. Hadisə yerində dərhal tərəfimizin əməliyyat qərargahı açılmışdır və görülmüş tədbirlər nəticəsində 33 nəfər kənd əhalisi, vətəndaşlar təhlükəsiz yerlərə təxliyə edilmişdir. 33 nəfər, onlardan 10 nəfəri uşaq, 23 nəfəri isə yaşlı əhali olmuşdur. Hal-hazırda ərazidə işlərimiz davam etdirilir. Yağış da normaldan artıq həqiqətən yağıb. Bütün ki qonşulara həqiqətən ziyan dəyib, möhkəm ziyan dəyib qonşulara. Bunun üçün bir dənə çarə eləmək lazımdır. Cəmiyyət suyun altında qalmasında. Bu heyvanlara, bəli, təsərrüfata, otlara, o cəmiyyət ot alıb özü üçün, heyvanı üçün, bəli. Bu toğ cücəyə, bu hər il, bu sentyabr ayında bu 2 dəfə bu su olub. Mən kamizonla, mən güclə çıxıram bu məhəllədən. Və bunlarda cəmiyyətdə kamizon yoxdur axı. Neynəsinlər? 15 ildir bura köçmüşəm, burada yaşayıram. Hər həftədə, hər ayda belənçinədir. Yəni sentyabr gələn kimi 3 dəfə belənçinə su gəlir, bir də 2 dəfə də apreldə gəlir belənçinə. Nə əkin əkə bilirik. Olan bu dəqiqə gedib baxaya, çəkiliş eləyin. 4 dənə heyvanın dobaq xəstəliyi tutub, 4-ü də tövlənin içindədir, bu qədər suyun içindədir. Yəni onu heç yerə çıxarda bilmirəm ki, başqasının heyvanlara keçə bilər. İnanırsa 150 dənə suyum utum qalıb suyun altında. 150 dənə pris utum qalıb. Yəni 5 manatın birini almışam mən. Olan bu da suyun altındadır. Bu elektrik stansiyası tikiləndən belə var ha. Hər gün belənçinədir. 2 dənə balaca torba qoyublar orada, 500'lük torba. Onun ağzında raşutda setka vururlar ki, bizim ördək, qaz, ördəyimiz çıxmasın o tarafa. Onların mankiliyi olur. O çöp gedib dayı buna, su şişir qayıdır bizim üstə. Haçanda fövqəladə gəlir, bizi xilas edir. Nə qədər belə olacaq? Astara Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Fərid Yusufov. Bildiyimiz kimi 26 sentyabrdan 27 sentyabra keçən gecədən, həmçinin bu gün də intensiv yağan yağışlar nəticəsində su basma halları baş vermişdir. Onu da qeyd etmək istərdik ki, ümumiyyətlə Ərcivan qəsəbəsi ərazisində yay aylarında Ərcivançay da daxil olmaqla bir sıra çaylar və kanallar lil və palçıqdan tam şəkildə təmizlənmişdir. Yalnız gördüyünüz bu ərazi istiqamətində bəzi kanallar, məhəlləarası kanallar, sel ötürücü kanallar vətəndaşlar tərəfindən müdaxilə olunmuş. Həmin kanallarda, keçidlərdə normadan artıq ümumiyyətlə su sərfinin ötürülməsinə maneçilik törədən xırda həcmli borulardan istifadə olunmuşdur və su basma halları baş vermişdir. Astara Su Meliorasiya Sistemləri İstismarı İdarəsi əraziyə səhər saatlarından təhkim olunmuş və bir sıra tədbirlərin görülməsində fəal iştirak eləmişdir. Biz çəkindiyimiz ərazilər ki vardı, Astaraçay və Ensarçay ərazilərində su basma halları baş verməmişdir. Təkcə Ərcivan qəsəbəsinin bu ərazisində su basma halı baş vermişdir. O da səbəbi də ki, vətəndaşlar tərəfindən kanallara müdaxilə olunmuş, zəbt olunmuş və bunun qarşısı alınmalıdır. Yəni. Uşaqlar o tarafa ver yine. Onların uşaq adamları orada. Hamı ver maşın içine.